Salam hörmətli izləyicilər. 10 aprel 2010-cu il tarixində Polşa Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarə Rusiyanın Smolenski şəhərində aerodroma yeniş edərkən qəzaya uğrayır. Qəza nəticəsində 96 nəfər sərnişin və ekipaj üzvü də daxil olmaqla hamısı həlak olur. Həlak olanlar arasında Polşa prezidenti Lech Kaczynski, onun həyat yoldaşı 1-ci xanım Mariya Kaczynski, Polşanın baş qərargah rəisi və Milli Bankın prezidenti də daxil olmaqla digər hökumət və dövlət nümayəndələri də olmuşdur. Onlar Rusiyada keçiriləcək Katyn qətliamının 70-ci il dönümü ilə bağlı tədbirdə iştirak etmək üçün Polşadan Rusiyaya yola düşmüşdülər. Qəzanın səbəbi kimi hava dumanlı olduğu zaman pilotun ara məsafəsini düz seçməməsi və eniş edən zaman təyyarənin ağaca çırpılması nəticəsində baş verdiyi bildirilir. Kanalıma abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.